Mən buradan şəxsən Mehriban xanım Əliyevaya Azərbaycanda sosial vəziyyətin ağırdan ağır olduğu barəsində müraciət eləmək istəyirəm. Məhz niyə Mehriban xanım Əliyeva? Çünki Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidentidir. Mehriban xanım Əliyeva özü həkimdir. Mehriban xanım Əliyeva birinci vitse-prezidentdir. Mehriban xanım Əliyeva Azərbaycanda işə təyin eləyənlərin başında durub. Yəni ki, onun izni olmadan heç kim o işə təyin oluna bilməz. Mən bu barədə Mehriban xanım Əliyevaya müraciət edirəm. Mehriban xanım Əliyeva, Azərbaycan təkcə dövlətlilərdən ibarət deyil. Sizin kruqunuzda hamısı dövlətlidir. Ona görə də siz elə bilirsiniz ki, hamınız bal yağ içində yaşayırsınız. Bəlkə də hamınız TikTokları, nə bilim, YouTube'ları bağlamısınız ki, görməyəsiniz, deyir ki, Maya xata skrayu deyib çəkilirsiniz bir kənara. Amma sizə səs verən Azərbaycanlılar, sizə səs vermək istəməyən Azərbaycanlılar, sizə inanan, inanmayan Azərbaycanlılar sizə artıq inananları belə artıq inanmır. O yaltaqlar ki var ya, yazırlar, qoyurlar kompüterində, onda tapatarım, nə bilim, biri mırmır ki, nahi eləyir, o biri mənə ayca eləyir. Onların hamısına can qurban olum deyirlər. Amma bircə dənə ona bilin ki, onların hamısının yazdıqları boş şeydir. Yazılanlar əsas odur ki, siz Mehriban xanım Əliyeva ana kimi dövlətə analıq eləmirsiniz millətə. Ana kimi xəstə uşaqlara analıq eləmirsiniz millətə. Nə bilim, birinci ledi kimi heç bir şey eləmir. Elə əlüzün qoluna girib tez-tez gedirsiniz xaricə, qutardı, getdi. Bundan başqa heç nə görməmişik. Vitse-prezident kimi, vitse-prezident o deməkdir ki, ərun bir yerə gedəndə sən oturmalısan yerində. Sən onu ilə gedirsən, onu ilə gəlirsən, ona görə vitse-prezident vəzifəsini vəbşə mən yaxına almıram. Mən bir dənə onu demək istəyirəm ki, siz gedib Vatikana 45 milyon dollar pul verəndə, nə bilim, qızın gedir Vietnamda, Afrikada, nə bilim, harda, güya itə pişiyə pul verir, fondlarına pul ayırır. Nə bilim, bu şimdi güya ki, Azərbaycanda xeyir sevənlər var, xeyir işlə məşğul olanlar var. Ay, yalansa bunların gözləri çıxsın, bunların heç biri xeyir işlə məşğul olmur. Sadəcə sizə özlərini göstərmək üçün bunlar götürürlər, göyə xeyir iş görürlər. Qutardı, getdi. Bundan başqa mən Azərbaycanda heç bir xeyir iş görməmişəm. Mən özüm şəxsən autizm mərkəzi haqqında çox maraqlandım. Özüm də zəng elədim ki, göyə mənim də uşağım var, oraya gətirmək istəyirəm. Demək, həftədə 2 dəfəsi 800 manata dedilər. Həftədə 2 dəfə əgər bu uşaq oraya gedirsə, demək bu uşağa 800 manat elə bir günən ki, aya nə qədər eləyir? 2400 pul eləyir də, səhv eləmirəm. 3200 pul eləyir. Bu 3200-ü Azərbaycan xalqının kasıb evladları, kasıb anaları onu necə versin? Demək, belə çıxır ki, Azərbaycanda hansı autizm uşaq varsa, onlar yalnız dövlətlilərin olmalıdır. Mən yenə də deyirəm ki, autizm xəstəlikdir, autizm sindromdur. Amma siz bizim autizmli uşaqlarımızın hamısını psixiatriski xəstə eləmişsiniz. Bax, indi bir dənəsini mən sizə göstərəcəm, ürəyim yana-yana. Bunu göstərirəm sənə. Və bunun anası, ailəsi, görün indi nə gündədir. Bəs bunların ahından, qarğışından, bunların, nə bilim, vəziyyətindən utanmırsınız. Azərbaycanda bilirəm ki, kasıb uşaqlarla məşğul olan bir dənə Çiçək Məmmədli vardı. Həmin o Çiçək Məmmədlinin də evi sürüşmə zonasına düşdüyünə görə indiki günəcən bir dənə kişi çıxmadı Azərbaycanda. Bir dənə, mən kasıbları demirəm, əllərindən iş gələn deyil. Mən o xayırsevər, nə bilim, hacıları deyirəm. Hacılar, gedib o qızların dallarına şişirtməyi üçün kosmetologlara, ora-bura verir pulları, altlarından maşın, cip alınacaq. Kişi olun, qeyrəti
qeyrətiniz, namusunuz olsun. Bir dənə bu uşaqlara şərait yaratmaq üçün əl-ələ verin, kömək eləyin də. Ölərsiniz, ona kömək eləməzsiniz. Məsələn, adicənə Suraxanı rayonunun icra başçısı özünün o qədər onu tənqid eləyiblər ki, bu əməlli başda Hollywood aktyoru olub. Gündə bir dənə yalandan video çəkdirir, başlayır tapatərəf bıraxmağa ki, güya ki, bu xeyir-sevərdir. Yalansa, Adil müəllim, buradan mən sənə deyirəm ki, kişi ol günah. Uşaqlara kömək elə genən. Özün də evində xəstə uşağın var da. Sənin pulun var, onu müalicə eləmişsən. Bəs o bir uşaqlar neynəsin? Bizim də azacıq qeyrətiniz olsun da, azacıq namusunuz olsun da. Baxın bu uşağın halına. Buna hansı ana dözəri buna? Baxın. Mehriban xanımın tədbirlərində o çirətə durub bir orada xeyir-sevərlik adı ilə pul paylayanlar. Baxın bu uşaqlara ki, bunların günü necədir. Siz yalnız Mehriban xanıma verirsiniz. Yəni ki, bu elə çıxır ki, Mehriban xanım deyib ki, gətir canın çıxsın, doylamı ver. Siz də gedirsiniz, orada doyluzu verirsiniz, həm də adınız çıxır ki, göyə reklam olundu. Azərbaycan televizorlarından tutmuş, Azərbaycanın iqtidar yönlü medialarından tutmuş, hamısı bir nəfərə işləyir. O bir nəfər də Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyeva, bari siz görün, həkimsiniz siz. Siz baxın, görün uşaqlar, bu bir dövr ha. Azərbaycanda minlərlə belə uşaqlar var. Çoxsunu görmürlər, anaları, ataları utanır, uşaqlarını üzə çıxartmırlar. Üzə çıxartmadıqlarına görədir ki, siz rahat oturmuşsunuz özünüz yerinizdə. Nə bilim, Allahdan qorxun da. Allahdan qorxun. Heç olmasa Azərbaycanda milyoner biznesmen, milyoner hacılardan kişi çıxmayıb. Heç olmasa siz kişilik eləyin də.